Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Xoş gördük, gözəl bir payız axşamından sizi salamlayıram. Demək, dünən bir video paylaşmışam. Bu o uşağın əlində qeyri bir bayrağı tutmağı və bunu tənqid etmişəm ki, günah burada valideynindədir. Mən baxıram, görürəm ki, sosial şəbəkədə bəzi yorumlar yazırlar ki, İmam Hüseyin adı sizi incidir. Xeyr, İmam Hüseyin adı məni incitmir. Bəzi istifadəçilər var ki, yersiz şovlar göstərdiyi üçün cavablarını vermişəm. İkincisi isə müsəlman olmaq üçün nə ərəb, nə də ərəb mədəniyyətini mənimsəmək gərək deyil. Ərəb milli mədəniyyətini bayrağı özünə aiddir. Bizim öz milli mədəniyyətimiz, bayrağımız var. İslam adı altında İslama aid olmayan təxribat xarakterli videolar paylaşanlar isə ciddi şəkildə cəzalandırmalıdır. Mən bunu düşünürəm və bununla da bağlı paylaşımlarımı hər zaman sosial şəbəkədə edirəm. Bu qədər dostlar, kimin nə fikri olsa, sözü olsa, yenə də kommentdə yaza bilər. Yəni, xahiş edirəm, videonu tam izləyin, sonra da öz fikirlərinizi yazarsınız. Təşəkkür edirəm. Hər kəsə də xoş istirahətlər arzulayıram.